22 kilometr uzunluğu olan Qara Məryəm Müsüslü avtomobil yolunda maşın sürmək böyük səbir tələb edir. Ötən əsrin 80-ci illərində çəkilən 2 zolaqlı yol bərbad vəziyyətə düşüb. Bu yol Göyçayın bir neçə kəndini rayon mərkəzinə birləşdirməklə yanaşı, eyni zamanda Bakı-Şamaxı-Yevlax avtomobil yolunu Bakı-Qazax magistralına bağlayan əsas alternativ yollardan biridir. Uzun illərdir təmirsiz qalan bu yol keçilməz haldadır və təbii ki, yolun bərbad olmasından ən çox əziyyət çəkən isə müntəzəm bu yoldan hərəkət edən sürücülərdir. Yolun asfalt örtüyü tamamilə sıradan çıxıb, dərin çala-çuxurlar payızdan yaza qədər gölməçələrə çevrilir. Yayda isə tozdan nəfəs almaq mümkün olmur, deyir sakinlər. Bu yolun üstündə 30 minə yaxın əhali yaşayır. Alpoğut kəndi var, İnçə kəndi var, Alxasava var, Döyranlı var, Aşağı Qərmərcan var. Baxın bizim yollara. Dəfələrlə müraciət eləmişik. Heç kim baxmır. Heç kim baxmır. Burada maşını olanlardan əlavə olmayanlar da əziyyət çəkir. Maşını olan gündə remont yox. Mən bir dənə Allah'ın olsun 07 verdim, getdi. İndi bir 06 almışım. Həmin 06 yenə də pis gündədir. Yolun bu vəziyyəti gediş-gəliş qiymətinə də təsir göstərib. Sakinlərin sözlərinə görə taksi sürücüləri bu ərazilərə ya gəlmirlər, ya da gediş haqqı üçün bir neçə dəfə artıq pul tələb edirlər. Hətta traktorlar və iri qabaritli yük avtomobilləri də yolda çətinliklə hərəkət edir. Düz 20 ildən çoxdur ki, bu yola baxılmır. Buradan daş daşıdılar, kamazlar, böyük maşınlar. Yolu yaman günə qoydular. Hələ bizim kəndin içi yenə yaxşıdır. Düz Qərəməyimdən Müsüyə çatıncan yollar bərbad gündədir. Elə yer var ki, vahşi keçmək olmur. Quyu yollardır, nə daş tökülmür, nə yol çəkilmir. Təcili yardım çağırırlar, gəlmir. Nə bilim, Kürdəmirə getmək istəyir, məsələn, xəstəmiz olur, Kürdəmirə xəstəxanaya getmək istəyir, gedə bilmirik. Göyçəyə getmək istəyir, gedə bilmirik. Qara Məryəm Müsüslü avtomobil yolunun indiki halından Avtomobil Yolları Dövlət Agentliyində də məlumatlıdırlar. Qurumdan bildirildi ki, uzun müddət istismarda olan bu yolun əsaslı təmiri ilə əlaqədar layihə hazırlanaraq aidiyyatı üzrə təqdim edilib. Sənədin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu proses reallaşan kimi yolun yenidən qurulmasına start veriləcək. Rəşad Rəşidov, Tərlan Salahov, Aysən Ələkbərova, İTV Xəbər, Göyçay.